Və sonra müəllif bundan sonra 37-ci bölməyə qədəm qoyur. O bölmədə də Sualul Cibril ən-Nəbiyyə sallallahu əleyhi və səlləm anil-iman vəl-islam vəl-ihsan və ilmus-sa'a. Və müəllif burada 37-ci babda, Cəbrailin Peyğəmbər sallallahu verdiyi suallardan danışır. Yəni iman, İslam, ihsan və qiyamətin saatı haqqında olan elm barəsində danışır. Və bu hədis ümumiyyətlə məşhur hədisdir və bu hədis bir çox alimlər, xüsusən də İbn Teymiyyə rəhməhullah, bu hədisi demək olar ki, bir cilddə şərh eləyib və bu hədisdən 100-dən çox faydalar hasil ediblər. Və bu hədisi hətta bəzi sələflər sünnənin anası adlandırıblar. Yəni ummus sünnə. Niyə görə? Çünki bütün insana aid olan nə varsa hamısı bu hədisin içindədir. Yəni bir müsəlman kimi, bir mömin kimi insanın boynuna düşəcək bütün əməllər hamısı sanki bu hədisin tərkibində var. Və müəllif burada belə bir söz işlədib ki, وَبَيَانِ النَّبِيِّ صَلَّى اللّٰهُ سَلَّمْ لَهُ ثُمَّ قَالْ جَاءَ جِبْرِيلُ عَلَيْهِ السَّلَامُ يُعَلِّمُكُمْ دِينَكُمْ فَجَعَلَ ذَلِكَ كُلَّهُ دِينًا وَمَا بَيَّنَ النَّبِيُّ صَلَّى اللّٰهُ سَلَّمْ لِلْوَفْدِ عَبْدُ اللّٰهِ بِنْ قَيْسٍ مِنَ الْإِيمَانِ وَقَوْلُهُ تَعَالَى وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ. Və İmam Buxari rəhməhullahın fiqhindəndir ki, İmam Buxari deməli babın ortasında belə bir söz işlədib ki, və Peyğəmbər s.ə.v-in Cəbrailin ondan soruşduğu suallara cavab verəndən sonra deməsi ki, bu Cəbrail idi, əleyhissalam gəlmişsə sizin dininizi öyrətsin deməsi və Peyğəmbər s.ə.v-in zikr elədikləri, xatırladığı bütün məsələləri nədən saydı? Yəni dindən saydı. Yəni onlar ümumilikdə İslam özü, din özü bu üç dənə şeyi özündə birləşdirir. İslam, iman və ihsan. Bütün bunlara aid olan bütün məsələlər hamısı nə sayılır? Hamısı bir yerdə, yəni din sayılır. Və eyni zamanda Peyğəmbər s.ə.v, yəni Abdülqeysin cəmaatına İslamı dəvət eləyəndən sonra, İslama başa salandan sonra və eyni zamanda müəllif burada ayəni də gətirib ki, وَمَنْ يَبْدَ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ. Kim Allaha yaxınlaşmaqdan ötürü İslamdan başqa bir din axtararsa, o ondan qəbul olmaz. Yəni Allah Subhanahu taalanın dərgahında məqbul olan, qiyamət günü qəbul olan, əməlləri sorğu-suala çəkilən din hansı din olacaq? İslam dini. Və İslam dinindən qıraq bir din, istər səmavi kitabların olan dini, Musanın dini, İsa'nın dini, istər Davud Aleyhisselam dini, fərqi yoxdur. Və yaxud da istərsədir ki, özlərini keçmiş ümmətlərə nisbət eləyən bugünkü krişnaitlər və başqa-başqa din adamları kimi onların heç bir dini Allah Subhanahu dərgahında qəbul olan din deyil. Və Allah Subhanahu dərgahında qəbul olan yeganə din məhz İslam dinidir ki, və Peyğəmbər s.ə.v bu haqda bildirir ki, hər bir Yahudi və Nəsrani mənim haqqımda eşidir, mənə iman gətirməzsə, onun yeri yalnız mənə zahar olar, cəhənnəmin ortası olar. Və sonra müəllif burada demək, Əbu Hüreyrə radiyallahu anh hədisini gətirir ki, Kənən Nəbiyyə sallallahu aleyhi ve sellem bərizən yevmə linnəsi. Və bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem insanların arasındaydı. Və bu hədisin başqa İmam Müslimdə və başqa rivayətlərdə olduğu kimi sahabilər deyirlər ki, o vaxt ki biz Peyğəmbər sallallahu yanında oturmuşduq. Və bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sultanlardan, hakimlərdən fərqli olaraq onun özünün xüsusi bir otağı, yeri, bir sarayı, qəsri yox idi. Yəni Peyğəmbər s.ə.v-in necə deyək, iqamətgahı, Peyğəmbər s.ə.v-in təbliğat yeri, Peyğəmbər s.ə.v-in indiki günlə desək, qonaqları qəbul eləmək, yataqxanası, mehmanxanası, nə istəyiniz deyin, hər şey haraydı? Peyğəmbər s.ə.v meçidi. Yəni Peyğəmbər s.ə.v meçidi həm yataqxana idi, həm mehmanxana idi, həm qonaqlar qəbul edirdi, həm orada döyüş müzakirələr gedirdi, həm təlim-tərbiyə dərslər keçirirdi, həm dini təbliğat keçirirdi, həm yemək-içmək verilirdi, həm toy mərasim keçirirdi, həm, nə istəyirsiniz Peyğəmbər hər şey o meçiddə baş verirdi. Yəni Peyğəmbər s.ə.v orada kasıblar qalırdılar, əhl-i suffa və gələn qonaqlar yer olmayanda meçiddə qalırdılar. Peyğəmbər s.ə.v meçiddə toy mərasimi eləmişdi. Yəni sahabilər orada yemək-içmək vermişdilər. Əqiq olanları və yaxud da ki, necə Peyğəmbər s.ə.v əli ilə Fatimə radiyallahu anh məhz elə
nigah mərasimində, valiməsində məhz meçiddə eləmişlər. Və meçiddə təlim dərsləri keçirdi, hərbi təlim dərsləri keçirilirdi. Və meçiddə xaricdən gələn qıraq səfirlər qəbul olunurdu. Meçiddə əsirlər sütunlara bağlanırdı qalmaqdan ötürü. Və meçiddə xəstəni ziyarət edirdilər. Necə Xəzrəcin, yəni Seyidi kimi yaralı olanda onun deməli yerini meçidin bir üçüncə qoydular ki, sahabələr gəlib orada onları yəni ziyarət eləsinlər. Və nə istəsəniz, yəni Peyğəmbər dövründə nə var idisə onların yeganə yeri haraydı? Yəni meçidləridir. Yəni xüsusi bir yer yox idi ki, filan gələn qonaqlar orada yatacaq, filan xəstələr orada dincələcək və yaxud da ki, orucu burada açmayacaqlar, iftar yeri qıraqda olacaq. Yəni hər bir şey Peyğəmbər s.ə.v vaxtında meçid idi. Məhz bu baxımdan meçidin İslamda olan dövrü və meçidin İslamda olan yəni təsir dairəsi daha genişdir. Və bu bir növ meçidin İslamiyyətdə xüsusi bir rolunu göstərir. Hansı ki, Peyğəmbər s.ə.v Məkkədən Mədinəyə hicrət eləyəndə birinci nə inşa elədi? Mescid. Yəni Quba mescidini. Və Qubadan 2 həftədən sonra mescid inşa olundu. Mədinəyə gələndə evi eşiyi yox idi. Zövcələrin evi eşiyi yox idi. Ne əmrində inşa etdilər? Mescid. Və bu onları göstərir ki, mescidin inşası, mescidin lüzumluğu müsəlman üçün, müsəlman cəmaatı üçün, müsəlman iddia edən şəxslər üçün nədir? Mühüm bir amildir, mühüm bir yerdir ki, məhz İslamı izhar edən ən açıq-aşkar mübariz nümunələrdən biri məhz, yəni mesciddir. Və sahabə Abu Hureyra radiyallahu anh qeyd edir ki, və Peyğəmbər s.ə.v bir gün bizim aramızdaydı. Yəni Peyğəmbər s.ə.v bəzi sultanlar, hakimlər və hətta ki, bugünkü kimi bir çox insanlar kimi yəni cəmaatdan qıraqda deyildi. Yəni Peyğəmbər s.ə.v axtaran cəmaatın içində tapa bilərdi. Və Peyğəmbər s.ə.v ya vaxtını ailəsi ilə keçirərdi, ya da ki, harada keçirərdi? Sahabilərin arasında. Və Peyğəmbər s.ə.v halı bu idi. Yəni Peyğəmbər s.ə.v ayrıca mənim üçün bir qəsr tikin, qəbul otağı olsun, mən oturum orada, 2 dənə qarolçu olsun, gələn gedən olsun və s. Belə bir şeylər yox idi. Və Peyğəmbər s.ə.v sahabilərin içində olan zaman, yəni həmişə adətinə uyğun olaraq cəmaatın içində olan zaman və buyurur ki, bir nəfər onun yanına gəldi. Və bu rivayətdə qeyd olunmayıb o həmən insanın vəsfi. Ancaq başqa ləfsdə isə açıq-aşkar qeyd olunub ki, o insan gəlmişdi və qara saçlı idi, gözəl geyimli idi və üst başından səfərdən gələnə oxşamırdı. Yəni, heç kim deyə bilməz ki, bu səfərdən gələn. Çünki bugünkü səfər samolyotla alınır. Mindin samolyota, kostyumla getdin, düşün orada elə bir adi adamsan. Nə yorğunluq olur, nə bir şey olur. Ancaq sahabilərin vaxtında isə səfər dəbə belində, at belində, eşşək belində olurdu və çox güman ki, orada küləklə, yağışla, yorğunçuluqla minirdi, tükürdü, yatırdı, dururdu, otururdu və onlar bizim ki, 4-5 dərs paltarları da yox idi ki, hər də birini dəyişsin, oraya gedin, bunu giyinsin, buraya gedin, bunu giyinsin. Və sahabilər qeyd edirdi ki, yəni bunu səfərə heç nəyə oxşada bilmir. Yəni, səfər əhlinə oxşada bilmirik. Səfərdən gəlinə oxşamırdı. Və eyni zamanda da deyir ki, o libasın o təmiz olması, gözəl olması yenə də aramızda olana oxşamırdı. Yəni, heç kim onu tanımırdı. Yəni, bugünkü Mədinə şəhəri, daha doğrusu Mədinə şəhəri həddini artıq böyüdü. Peyğəmbər s.ə.v-in vaxtında olan Mədinə şəhəri, bugünkü Peyğəmbər s.ə.v meçidinin nəinki hasarları, nəinki meçidin özü, hətta Osmanlıların tikdiyi meçiddən yəni balaca idi. Yəni Osmanlıların tikdiyi meçid, böyütdükləri meçid. Demək, Peyğəmbər s.ə.v-in evinin arxa tərəfində yəni günəşliklərin altında olan yəni hissələrdir. Yəni 2 hissədən ibarət və hər tərəfdə 6 dənə günəşlik qurulub. O Osmanlıların böyütdükləri ərazidir. Və Peyğəmbər s.ə.v vaxtında ki, Mədinə şəhəri məhz həmən onların arasından kiçik idi. Yəni, siz təsəvvür edin ki, yəni, o balaca bir şəhərdə çox güman ki, hamın bir-birini neyniyərdi? Yəni, tanıyardı. Və bu insanın da bu cür gözəl libasda gəlməsinə səfərə oxşada bilirdilər. Yorğunçuluq yox, bir çirkli yox, bir şey naqisi yox. Və eyni zamanda yerli cəmaata da oxşada bilmirdilər. Nəyə görə? Çünki onu heç kim tanımırdı. Və bu insan gəldi
Və Peyğəmbər s.ə.v soruşdu ki, yəni iman nədir? Və müəllif burada birinci, yəni bu rivayətdə birinci iman gətirib və rivayətlərin çoxunda isə birinci, yəni İslam gəlib. Yəni Peyğəmbər s.ə.v birinci İslam haqqında soruşub. Və iman haqqında birinci gələn ləfz barəsində şərhçilər qeyd edir ki, çünki deyir iman əsldir, ona görə birinci əslini soruşur. Ancaq İslam haqqında isə soruşanlara deyirlər ki, çünki birinci İslam haqqında soruşanlar deyirlər ki, çünki İslam yəni zahirdə olandır və birinci başladı zahirdən. Amma İbn Həcər Rəhməllah racih gətirir ki, yəni səhih budur ki, orada ravilər, yəni İslamın, imanın, yəni yerin qarşıdır. Yoxsa elə də böyük əhəmiyyəti, yəni yoxdur. Və Cəbrail gəldi və Peyğəmbər s.ə.v deyir, İslam haqqında soruşdu. Və Peyğəmbər s.ə.v buyurdu ki, birinci, sən şəhadət edəsən ki, Allahdan başqa ibadətə layiq olan məhbud yoxdur. Və hamımız bilir ki, hər bir şəxsin, Yahudi və Xristiyanın İslama daxil olmasından ötürü ən birinci əsas nə kəlmə lazımdır? Kəlmə-i şəhadət. Və o kəlmə-i şəhadət onu İslamın çərçivəsinə daxil edir. Ancaq bugünkülər kimi bəziləri deyir ki, yox, təkcə kəlmə-i şəhadət yetmir, 5 ərkanı dərhal qəbul eləməlidir, yoxsa ki, onun İslamı səhih deyil. Amma səhih budur ki, onun İslama daxil olması kəlmə-i şəhadətə neyniyir? Kifayətlənir. Necə ki, səhih hədislərdə gəldiyi kimi, Peyğəmbər bildirir ki, kim la ilahe illallah desə, onun artıq canı, malı, qanı nə oldu? Haram oldu. Yəni, onu artıq qılınc qaldırmaq, malını qəsb eləmək, və yaxud da ki, namusuna toxunmaq nədir? Artıq haramdır. Yəni, cariyə götürmək baxımından. Artıq haramdır. Və sonra isə Peyğəmbər buyurur ki, illə bihaqqıl İslam. Və bundan sonra onun elədikləri əməllər İslam haqqı ilə cəzalandırılır. Aydındır. Yəni, əgər tutam ki, bir kəs saat 9-da onda hidayət olub və la ilə illallah Muhammedən Rasulullah İslama daxil oldu, olmadı. Yəni, kimsə ondan 5 ərkanın tələb edirsə, biz sual veririk. Saat 9-da və yaxud 10-da hidayət olan şəxs, yəni hər hansısa bir Valodiya gəldi, dedi, mən siz baxıram, namaz qılansınız, müsəlmansınız, mən də istəyirəm, İslam, nə eləməliyəm, nə deyirik ona? Deyir ki, İslamın qaydalar, şərtləri var. Birinci, la ilahe kəlməsi var. Bu la ilahe dedi, İslama daxil oldu. Bu İslama daxil olmaqla onun qanı, canı, malı haram oldu, olmadı? Oldu. Deməli, bu artıq nəyə daxil oldu? İslama. Əgər ondan namaz tələb eləyən şəxslər ki, təhcə kəlmə-i şəhadət edib, eyni zamanda namaz da qılmalıdır. Biz saat 9-da ondan hansı namaz tələb eləyək? Zöhr vaxtı girməyib, əsr vaxtı girməyib, məğrib vaxtı girməyib, işə vaxtı girməyib, sübh artıq vaxtı keçib. Nə namaz tələb eləyə bilər onun? Heç bir. Biz yalnız və yalnız o İslama daxil olduq, qəbul elədik. Və söhbət İslam dövlətindən gedir. Və gəldi zöhr namazı. Və imam cəmaatın namaz qıldırdı və çöndü gördü ki, Valodiya cərgələrdə yoxdur. Xəbər göndərdi, Valodiyanı çağırın. Valodiya, bəs sən İslama gəlmişsən, niyə namaza gəlmədin? Deyir, nə namaz? Mənə la ilahe deyir, mən də la ilahını qəbul edim. Deyir, yox, la ilahe bizə girişdir. Girəndən sonra artıq sən İslamın özünün qayda qanunları var. Nədir qayda qanunları? Birinci elə namazın özü. 5 dəfə fərz namaz qılmaq lazımdır. Hə, mən bunu bilmirdim. Qılır, əlhəmdülillah, oldu həqiqi müsəlmandan. Qılmadsa, nə ilə cəzalanır? İslamın qoyduqları hədlərlə cəzalanır. Yəni, o artıq qapını döydü, sənin evə girdisə və sənin evin qayda qanunlarına rayət eləmədsə, onu kim cəzalandırmalıdır? Həmən evin əhli. O qapını açıb, qonşular gəlin bunu döyün, demək demir. Evə giribsə, evdə hər hansısa bir asili edibsə, tam ki, pəncərəni sındırıb, qapını sındırıb, qap sındırıb, nə ilə cəzalanır? Həmən evin qayda qanunu və eyni zamanda həmən insan da. Əgər İslama, la ilahe deyib İslama daxil olsa, sonra artıq namazdan imtina elədisə, İslamın qayda qanunları nə edir? Cəzalandırılır. Və sonra isə Peyğəmbər s.ə.v buyurdu ki, birinci la ilahe kəlməsidir və ikinci də dedi, namaz qılasan. Namaz da dəfələrlə biz qeyd etmişik və namaz İslamın əsas, yəni rukunu sayılır, hansı ki, kəlmə-i şəhadətdən sonra ən yüksək zirvəsi məhz namazdır və namaz barədə də böyük ixtilaflar var ki, namazı səhlənkarla tərk edən kafirdir, yoxsa kafir deyil. Məhz əgər bu əməl bu cür şiddətli ixtilaflarla bağlıdırsa və eyni zamanda namaz o bir ibadətlərdən fərqli olaraq,
yəni səmada fərz olan yəni ibadət. Çünki namaz İslam Meyracda yəni fərz olub. Amma digər ibadətlər isə məhz yəni yerdə fərz olub. Və eyni zamanda namaz açıq-aşkar kafirlərlə, münafiqlərlə və müşriklərlə müsəlmanların arasında olan açıq-aşkar fərqdir. Necə ki, Peyğəmbər s.ə.v bildirdi ki, kim onu tərk eləsə, müşrik və ya da yəni kafir olar. Və hər bir halda namazın dəhəri İslamda yəni mühümdür. Və namaz qılmayan insan İslam qayda qanunları ilə yəni cəzalandırılır. Yəni heç bir halda yəni cəzasız qalmır. Və aydın məsələdir ki, çox alimlərin çoxu da namazı səhlənkarlan tərk edənlərin kafir məsələsini daha üstün sayıblar. Və bu da artıq namaz qılmayan şəxslərə heç bir demək, dəlil sübut vermir ki, onlar namazlarını tərk eləsinlər, yəni təkcə la ilaha kəlməsinə yəni kifayətlənsinlər. Və bu namazın əhəmiyyətinin mühümliyini göstərir ki, hər bir müsəlman İslam'a gələndən sonra yəni açıq-aşkar olan, yəni ibadət olan namazı yəni yerinə yetirməlidir. Çünki biz namazla digər ərkanları müqayisə eləsək və görərik ki, digər ərkanları insan ömrünün axırına qədər yerinə yetirməyə də bilir. Məsəl üçün, həcc. Yəni, bir insan hidayətə gəldi, oldu müsəlman. Ömrünün axına kimi həcc edə bilmədi. İmkanı olmadı, kasıb təbəqədəndir. Kimsə ona kafir deyir, demir. Kimsə ona həcci inkar elədi, deyir, demir. Heç kim deyə bilməz. Çünki həcc nə ilə bağlıdır? Bacarıqla. Canı, malı, imkanı olmalı ki, o neynəsin? Həccə yesin. Və hətta ki, zəkat. Bir insan müsəlman kimi dünyaya gəldi, müsəlman kimi yaşadı və ömrün axına kimi zəkatı, ibadəti yerinə yetirə bilmədi. Yəni, niyə görə? Kasıb təbəqələrdəndir, miskindir, yəni zəkat əhlindən deyil. Yəni, o ömrün axına kimi zəkat verməmiş həyatını dəyişdi. Ona kimsə kafir sayır, saymır. Niyə görə? Çünki o zəkat əhlindən deyildi. Yəni, onun boyuna fərz düşmədi. Və ya da götürək Ramazan. İnsan ömrünün axına kimi yaşaya bilər, ancaq o Ramazan orucunu tutmaya bilər. Yəni, hər nəsə bir, yəni ondan daimi xəstəlik, yəni ucbatından. Hamı da bilir ki, daimi xəstəlik ucbatından olanlar, yəni sağalmayan xəstəliklə, hansı ki, onlar əslində oruc ziddiyyət təşkil edir. Yəni, oruc tuta bilməz mütləqən. O insanlar oruc tutmurlar. Onlar günə bir nəfər neynirlər? Yedizdirirlər. Və bu insan ömrünün axına kimi yaşayıb, oruc tutmaya da bilər. Və belə bir halda kimsə ona kafir saya bilər, bilməz. Bilə bilməz. Ancaq namazı kimsə deyə bilərmi ki, mən filan səbəbə görə namazı qılmadım? Deyə bilməz. Çünki namaz, əgər ayaq üstə qıla bilmirsə, nə etməlidir? Oturmalıdır. Otura bilmirsə, uzanmalıdır. Uzanıb tərpənə bilmirsə, yerində əlin qaldırır. Onu edə bilmirsə, gözü ilə, qəlbi ilə qılır. Hətta dəstəmaz ala bilmirsə, əlini qaldıra bilmirsə, niyyətində təmizlik keçirir. Hətta o nədisdən ayrıla bilmirsə, yəni nədis onda daimən olan haldırsa, necə sələsil boylu xəstəlik kimi, yəni daimən sidiyə düçar olan insanlar kimi, yəni sidik onlarda davamlı xəstəlikdir, yəni insan yolla gedir, özündən ondan sidik çıxır və s. Hətta bu cür nədisli də nədis, insan namaz qılır, qılmır, qılır. Və yaxud da ki, insan hava buraxma xəstəliyi halındadır və yaxud da ki, insan arxadan ondan qan çıxır, hər hansı bir babası başqa xəstəlik ucbatından. Kimsə ona namazın batıl olmasını deyir, demir. Demir. Çünki hər bir halda, hətta nə hallarda olur olsun, insan neyniyir? Namazın qılır, namazın tərk edə bilməz. Və namaz, baxın, görün, o biri ibadətlərdən bu cür üstünlərə malikdir. Və belə bir üstünlüyə malik olan ibadəti kimsə tərk eləsin və onun barəsində desinlər ki, o inşallah daha cənnətlidir, qılması olar. Yəni, bu da düzgün deyil. Və görün, əgər sələflər bu məsələdə mühüm ixtilaf eləyiblərsə, böyük ixtilaf eləyiblərsə, bu artıq həmən namazın dərəcəsinin, şəninin uca olmasını göstərir. Və belə bir halda, yəni kifayət edər ki, yəni o insanlara ardır ki, onlar yəni bu cür ixtilaf olan məsələdən artıq yəni yan kesə bilməzlər. Yəni kimsə deyə bilməz ki, mən namazı tərk eləsəm, mən cənnətliyəm, çünki məsələ ixtilaflıdır. Və bu artıq bir növ murciəliyə aparıb çıxan, yəni bir etiqad yəni ola bilər. Və o ki, qaldı 3-cü rukuna, ya zəkat, ya həccə, yəni zəkat artıq bildiyimiz kimi müəyyən varı dövləti olan şəxsə fərz olan, yəni zəkatdır ki, və zəkatın özünün hər bir malın növünün özünün ayrıca zəkatı var, qızılın ayrı zəkatı var, gümüşün ayrı zəkatı var,
yerdə əkilən, biçilən, yəni buğda taxılının ayrı zəkatı var və mal qaranın ayrı zəkatı var və ticarətin özünün ayrı zəkatı var və hər bir halda yəni zəkat İslamın rukunudur və zəkatın haqqı məhz varlardan götürülüb, yəni kasıblara, yəni verilməsidir. Və çox vaxt biz Quran-ı Kərimdə və Peyğəmbər sallallahu hədislərində biz zəkatla Quranı, zəkatla namazı yanbayan zikr olunduğunu görürük. Və sələflərin çoxu bu ayə və hədislərin bu cür gəlməsində Allahın və qullarının haqlarının olduğunu göstərir. Yəni, namaz kimin haqqıdır? Allah subhanahu wa ta'alanın. Zəkat kimin haqqıdır? Məhz kasıbların, qulların. Hansı ki, hədisdə deyildiyi kimi, onları varlarından götürülür, kimlərinə verilir? Yəni, kasıblarına. Və həcc də onun kimi. Həcc ağır ibadətdir və həcc yüngül ibadət sayıla bilməz. Yəni, baxın, görün, həcc, əgər o biri ibadətlər, götürək tam ki, namaz. Namaz əgər təhcə bədən üzvlərinin ibarət olan ibadətdirsə, zəkat ancaq malla olan ibadətdirsə və oruc ancaq bədənlə olan ibadətdirsə, ancaq həcdə bütün bu ibadətlər hamısı nə olur? Cəmləşir. Həcdə dillə olan ibadət var. Bədənlə olan ibadət var. Yəni, bədən üzvləri ilə olan ibadət var. Malla olan ibadət var. Yəni, hər bir ibadət nədə var? Yəni, namazda, həcdə. Bu baxımdan, həccin gözəlliyi də bundadır ki, həcc bütün ibadətləri özündə neyiniyib? Özündə birləşdirib. Həcdə qurban kəsmə var. Həcdə sədəqə vermə var. Həcdə ondan sonra namaz var. Necə Məkkə, Mədinəyə gedib ibadət edənlər kimi. Və həcdə ümrə var. Və həcdə hər bir ibadət həcdə cəmləşib. Yəni, bu ibadətlər çoxluğu məhz həcci bu cür yəni gözəlləşdirir. Ancaq kimlər ki, həccin sünnələrini, filan şey sünnədir, filan əməl sünnədir deyib tərk edirsə, o həcc edir və həccin ləzzətini də ala bilmir. Kimlər ki, ancaq rukunla kifayətlənir ki, əşi vacib Arafa gecəsində bir yarım 10 dəqiqə gün batmamış qəbət çatdın, kifayət eləyir. Əşi vacib bir dəfə yatdın, gecə yarısına kimi yatdın. Əşi vacibıdır. Yəni, sünnələrin hamısını tərk eləsək, o həccin artıq gözəlliyin verməyəcək. O insan həcci də sevə bilməyəcək. Ancaq həcci rukunları ilə, sünnələri ilə, nafilərin yerinə yetirən şəxs ola bilməz ikinci yolu həcc üstündə darıxmasın. Ola bilməz. Düzdür, imkaniyyət ola bilsin, imkan verməsin. Həcc bizdə həqiqətən də çox bahadır, onu etiraf eləməyə deyək. Hətta varlı qardaşların özləri üçün belə getməyə yəni, çətinliyidir. Yəni, təsəvvür elə ki, həddən yəni, miqdar böyüdür. Yəni, demək olmaz ki, azdır. Və həcc ağır ibadətdir. Həcc bu baxımdan Peyğəmbər s.ə.v insana ömründə bir dəfə dedi ki, fərzdir. Aydındır, bir dəfə. Ancaq insan hər il gedə bilirsə, lap yaxşıdır. İnsan ümrələr gedə bilirsə, o da lap yaxşıdır. Və həcc həqiqətən də ibadətlərin içində ən ağırıdır və heç də yüngül ibadət sayılmır. Və baxımdan həcc məsafə baxımından da uzaqdır və həccin iqlim baxımından da ayrı iqlimdədir. İnsan orada xəstəliyə də düçar ola bilər. İnsan orada bir çox hallarla rastlaşa bilər. Çünki əslən, yəni böyük bir sınaqdır. Həcc ibadət demək olar ki, hər bir qul üçün yəni böyük bir yəni sınaqdır. Və eyni zamanda İslamın 5-ci rukunu olan oruc da, yəni Ramazan da orucu da, yəni artıq ibadət edənlər, yəni oruç tutanlar, yəni Ramazanın gözəlliyini bilirlər. Ramazanda olanın iman səviyyəsinin dərəcəsini bilirlər və Ramazandan sünnəyə uyğun istifadə edən şəxs Ramazanın gözəlliyini, Ramazanda insanda olan imanın şirini dadan insan, yəni heç vaxtı sünnə oruclarına tərk etməz. Yəni kimsə əgər Ramazan ayında Ramazan orucunun gözəl tutubsa, yəni sünnə uyğun tutubsa, hədisədə varid olan kimi tutubsa və xüsusən də o orucunu o cürbəcür əməllərlə bəzədibsə, namazlarla, sədəqələrlə, zəkatla, dualarla, istiğfarlarla, iftar süfrələrlə açmaqla, yəni kim orucunu bu cür əməllərlə gözəlləşdiribsə, o insan Ramazan orucunun dadını bilir, şirinliyin bilir, gözəlliyin bilir. O elə bir insan heç bir vaxtı, yəni Ramazandan qeyri-orucu tərk eləməz. Heç olmasa həftədə 2 günlük oruç tutar ki, yəni Ramazanda elədikləri əməlləri həmən oruç günlərində də eləsin ki, sanki oruç ona asilərdən çəkinməyə yardımcı olur, oruc ona imanın qalxmasına səbəb olur və bir çox yəni, üstün cəhətləri var ki, yəni orucun
və bu da Quran və sünnədə, yəni kifayət qədər bu barədə, yəni məlumat var. Və Peyğəmbər s.ə.v-lə Cəbrail İslam haqqında soruşandan sonra bildirir ki, mənə iman yəni haqqında yəni xəbər ver. Və Peyğəmbər s.ə.v iman haqqında yəni qəlblə olan etiqadları bildirir. Yəni Allaha iman gətirəsən, onun elçilərinə, onun mələklərinə, qəza qədərə və eləq və s. Yəni axirət günə, qəza və qədərin xeyrinə və şərinə. Və bütün bunlar, yəni imanın 6 ərkanı əslində baxanda görəndə hamısı zahirən qəlblə olan, yəni əməllərdir. Və sələflər də bildirirlər ki, xüsusən də İbn Teymiyyə rəhməhullah qeyd edir ki, əgər iman və ihsan, iman və İslam birləşərsə, İslam, İslamdır, iman da imandır. Yox, əgər deyir, onlardan biri gələrsə, onun üçün həm iman, həm də İslam nədir? Daxildir. Və bu hədisdə Peyğəmbər s.ə.v-dən Cəbrail İslamı ayrı, imanı ayrı soruşması və Peyğəmbər s.ə.v İslamı zahiri əməllərlə, imanı isə qəlb əməlləri nədir? Vəsf elətdir. Və bildirir ki, iman odur ki, Allaha iman edəsən. Yəni, Allaha iman edəsən, yəni, müşriklərin imanı kimi deyil. Yəni, təkcə rububiyyəni etiqad eləyib, uluhiyyəni, əsma-i və tərk eləmək kimi yox. Yəni, insan Allaha iman gətirməyi, Allahın tovhidin 3 qisminə iman gətirməyidir. Və bugünkü insanlar, bir çox insanlar özlərini İslama nisbət edirlər və deyirlər ki, Allah Rəbdir, Allah yaradandır, öldürən dirildəndir. Ancaq uluhiyyə tovhidi həmən insanlarda olmadığına görə onlar hətta rububiyyəni, yəni xata etiqad edirlər. Əgər insan rububiyyədə etiqad edirsə ki, yaradan, öldürən Allahdırsa, övlad verən, ruzi verən Allahdırsa, övladı bəxş eləyən, alan, öldürən, dirdən Allahdırsa və uluhiyyət tovhidi onda əgər düzgün etiqadla qəbul edə bilməyibsə, yəni əgər rububiyyət tovhidində Allah Subhanahu bu hər şey yeri göy yaratmağa qadir olan Allah, səni öldürən, dirildən, ruzi verən, uşaq verən hər bir şeydən Allahdırsa, yaradan Allahdırsa, yəni sən Rəbbə o cür iman gətirirsənsə, deməli, ikinci qism uluhiyyədə, əgər bu xüsusiyyətlərə malik olan Rəbb təkcə ona ibadət etməyə layiq deyilmi? Əlbəttə ki, layiqdir. Əgər kimsə bu rububiyyəni haqqınca etiqad edib qəbul edirsə, mümkün deyil ki, uluhiyyəni neynəsin? Qəbul eləməsin. Əgər bu boyda yeri göyü yaradan, bütün məxluqatların Rəbbi, onu xəlq edən, yaradan, onların nə etdiklərini bilən, nə edəcəklərini bilən, nə etmiş olduqlarını bilən, onların sonunu bilən, onların əvvəlini bilən, onlara ruzi verən, hər bir zərrəciyin ruzisi var. Biz o zərrəcilər yeri yəni gözlə də görmürük. Hər bir məxluqatın ruzisini verən, hər bir sayısı hesabsız otların, nə bilim, suların, dağların, hər bir şeyin bilən, bütün onların yaradanı Allah Subhanahu wa ta'aladır. Onların xaliqi Allahdır. Bu boyda hər şeyi bilən, hər şeyi yaradan, hər şeyə qadir olan Allah məgər təhcə ona ibadət olan layiq deyilmi? Əlbəttə ki, layiqdir. Əgər kimlərsə uluhiyyəni haqqınca verməyiblərsə, deməli onlar rububiyyəni haqqınca qəbul edə bilməyiblər. Əgər bugün kimsə rafizlərdən deyirsə ki, qiyamət günü haqq hesabdan sonra Əli və yaxud Həsən Hüseyin cəhənnəmin qapısında dayanacaq, cənnətin qapısında dayanacaq. Yəni haqq hesabdan sonra, sanki ikinci haqq hesab olacaq. Yəni onlar kimisədə cənnət daxil eləyəcəklər, kimisədə də daxil eləməyəcəklər. Yəni bundan böyük küfür var. Əgər bu insan, rububiyyəni layiqincə dərk edən insan, Allahın hökmündən sonra başqa bir şəxsin hökm verməsinə ehtiyac duyar. Sanki elə bir sən qiyamət günü 2 dənə imtihandan keçməlisən. Birinci Allahın imtihanından sınağını, ikinci Əhl-i Beytin sınağından. Ki, Əhl-i Beytdənsən, yoxsa yox. Yəni sən ömrü boyu mələklərin yazdığı sizi ilə dəftərlərin haqq hesab eləyirsən Rəbbinlə. Yaxşını yaxşı, pisi pis, bütün əməllərin, günahların, pisliklərin, salih əməllərin hamısının haqq hesabın olur. Sonra artıq sənə deyirlər ki, sən cənnətə daxil olursan, üzü cənnətə tərəf geysən, Həsən Hüseyin deyən ki, biz səni buraxmırıq. Sən gelirsən cəhənnəmə. Küfrün yekəsidir. Bundan öyle küfür yoxdur. Bu zahirən gülməlidir. Zahirən əqidəsi düzgün olan adam üçün bu gülməlidir. Çünki o dərk eləyir ki, bu küfr əqidəsidir. Ancaq əqidəsi xarab olan, rububiyyəni layiqincə Allah Subhanahu nisbət elə bilməyənlər üçün bu mühüm etiqaddır. Bu 12 imamı etiqadıdır. Bunu qəbul eləməyən kafirdir, cəhənnəmin ortasındadır. Abu Cəhəlləndir, Fironlandır və s. Bu cür etiqad hansı İslam'a aid etmək olar bunu?
Əgər kimsə Rəbbin bu cür xüsusiyyətlərini, bu cür hər şeyə qadir olan Allah Subhanahu wa Ta'alanı bir tərəfə qoyub və ikinci bir hakim, sultan və ya da onların etiqadı ilə o Rəbb sayılır. Əgər o Allah Subhanahu sonra yenidən hökm verəcəksə, hansı ki Allah Subhanahu Fatihə sonra deyir ki, Məlik yevmiddin, qiyamət günün sahibi, bu rafizi bədbəxt bu ayələri oxuyub küfr edirək o ayəyə. Yəni beləsə qiyamət günün sahibi 2 nəfər olacaq və ya da 3 nəfər və ya da 4 nəfər və ya da ki 12 nəfər. Biri Allah Subhanahu wa Ta'aladır, ikincisi Əhl-i Beytdən kimsə. Ya Həsən, ya Hüseyin, ya Əli, ya başqa. Subhanallah, bundan oyuna küfür ola bilməz insanda. Yəni o insan necə rububiyyəni qəbul edib və necə uluhiyyə də bu cür azınlıqlara yol verir. Və nəticə nədir? Nəticə odur ki, onlar həqiqətən nə rububiyyə nədir ki, uluhiyyəni dərk etməyiblər. Və bizim İslamdan əvvəlki olan, yəni İslamiyyətdən əvvəlki olan müşriklərin lə ilahlası bugünkü rafizlərin lə ilahlasından daha üstün sayıla bilər. Çünki onlar Rəbbi Rəbb kimi bilirdilər. Və onlar lə ilah illallahını deyə bilmirdilər ki, çünki onlar desəydilər, o sözü işləsəydilər, bütün bütlər puç olacaqdı. Yəni onlar o etiqadı bilirdilər, dərk edirlər ki, lə ilallahını dərk eləyən bütlərin hamısını tullamalıdır. 360 büt Kəbədə və hələnin özünün evində 2-3 dənə şəxsi bütləri. Yəni onlar onu bilirdilər. Onlar o mənanı dərk elədiklərinə görə də onlar lə ilah sözünü demirdilər. Deyirlər, biz deyək, lə ilah Allah, bütün bitlər hara gedəcək bəs? Aydın, bugünkülər, bədbəxtlər lə ilah kəlməsini işlədirlər və Allaha başqalarına şərik qoşurlar. Sanki Allah Subhanahu Rəblik sifətinə başqalarını şərik qoşurlar. Rəbbə aid olan, qüdrət olan, qadir olan əməlləri Allahdan başqasına nisbət edirlər. Və bu həqiqətən də küfrün ən yüksək dərəcəsi də demək olar ki buna. Yəni bundan oyuna küfür yoxdur ki, insan onu etiqad eləsin ki, bu cahil insanlar da yəni bunu bu cür yəni qəbul ediblər. Və həqiqətən də bütün bunlar lə ilallah kəlməsini düzgün başa düşməməkdir. Və lə ilallah kəlməsinin mənası Allahdan başqa Allah yoxdur demək deyil. Çünki əgər Allahdan başqa yoxdur, Allah deyilsə, onda deyərdi ki, lə Allah illallah. Yəni, burada çətin heç bir şey yoxdur. Lə Allah illallah. Amma nə gəlib? Lə iləh. Yəni, ilah yoxdur. Yəni, kəlmə-i şəhadət, lə ilah kəlməsi iki qismə bölünür. Birinci qism inkardır, ikinci qism nədir? İsbatdır. Birinci qism inkar edirsən, lə iləh. İlah yoxdur. Yerdə, göydə, səmada, suda, quruda, evdə, heç yerdə ilah yoxdur. Mütləqən. Nə dağlardan, nə püllərdən, nə bilim, ağacdan, heç bir şeydən ilah yoxdur. Yəni, ibadətə heç bir şeyə layiq deyil. Heç bir şey. Mütləqən. İkinci qism deyirsən ki, illallah. İstisna edirsən kimi? Allah Subhanahu wa Ta'alanı. Yəni, ibadətə layiq olan məbud xas kimdir? Allah Subhanahu wa Ta'aladır. Nə Həsəndir, nə Hüseyindir, nə Krişnaitlərdir, nə İsa'dır, nə Məryəmdir, nə Musadır, nə Harun, nə Firun. Heç biri. İbadətə layiq olan kimdir? Məhz Allah Subhanahu wa Ta'aladır. Və əgər bunu bu cür dərk edə biliriksə, bəs ibadətdən niyə biz Allahdan başqasına ibadət etməliyik? Əgər kimsə bu etiqadı qəbul edirsə ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Deməli, sən ibadəti kimə yönəldirsən? Allah Subhanahu wa Ta'ala. Onda sən ibadətin nə olduğunu bilməlisən. Və ibadətin də tərifini İbn Teymiyyə başqa alimlər qoyduğu kimi, hər bir söz və əməl, istər zahiri, istər batini olan söz, hansı ki Allah Subhanahu Ta'ala ondan razıdır. Kimə məxsusdur? Allah Subhanahu Ta'ala. İstər söz, istər əməl, istər zahiri, istər batini, etiqad və əməllər, Allah Subhanahu ondan sevib, razı olduğu əməllərə nə sayılır? İbadət sayılır. Və ibadətlərin qismləri isə Quranda bir çox qismləri var. Dua, istiğfar, sığınmaq, qorxmaq, sevmək və və s. Bütün bunlar hamısı kimə məxsusdur? Allah Subhanahu Ta'ala. Zahiri ibadətlərdən isə qurban kəsmək, onunla namaz qılmaq, təvaf eləmək, istəmək kimə məxsusdur? Allah Subhanahu Ta'ala. Əgər lə iləh illallah kəlməsini layiqincə qəbul edən şəxs Allahdan başqasından istəyər istəməz, istəməz. Allahdan başqasından qurban kəsər, kəsməz, kəsməz. Allahdan başqasından övlad istəyər, istəməz, istəməz. Necə olur insan deyir ki, ruzi verən Allahdır, övlad verən Allahdır. Gedir ətağadan ruzi istəyir. Və ya da gedir hansısa pirdən övlad istəyir. Və ya da gedir hansısa zəncirdən nəsə istəyir. Əgər diri olsaydılar, harasa necə başa düşmək olardı ki, diridir, bəlkə gedir kimsə yanına ruzi istəyəcək, çıxada bir 100 manat verəcək, bu da onun ruzisidir. Heç də problem yoxdur burada.
Və ya da ki, övlad istəyəcək, aparacaq bunu müalicə eləyəcək həkimə, nə problem var, həll eləyəcək, nəticədə uşağı olacaq. Bu, əgər ən zayi odur ki, ən batıl odur ki, ölü insandan, daşdan, qayadan istəsinlər. Halbuki daş, qaya adi bir Allah Subhanahu xəlq elədi. Yəni, canlı bir şey deyil ki, sənin dediyinə reaksiya versin, bir cavab versin. Necə ki, Allah Subhanahu taala açıq-aşkar ayələ deyir ki, Allahdan başqasının istədikləriniz, əgər onların üzərlərindən, qəbillərinin, bütünlərinin üzərlərinə milçək qonulsa, onlar milçəyi qova bilmirlər. O milçəyi qova bilmir bu adam. Bu sənə hardan uşaq versin? Nə ilə uşaq versin? Əgər bu ətağanı sən övliyə kimi sayırsan, Allaha yaxın kimi sayırsansa, bu adamın elə bir qüdrətli olsaydısa, özünü müalicə eləyərdi. Bütün gün stolun üstündə oturmazdı. Gəzərdi, durardı, Allahın verdiyi neymətlər biz istehza eləmirik. Yəni, kimsə fikirləşək, qulaq alsan deyək ki, xeyr, biz əslən istehza eləmirik. Sadəcə biz həqiqəti istəyirik ortaya qoyaq ki, yəni, lə ilallah kəlməsi deyən insan bu cür etiqadı daşımalı deyil. Lə ilalanı daşıyan, onu qəlbinə dərk edən insan Allahdan başqa heç kimin o cür gücə, qüdrətə malik olmasını iddia edə bilməz, etiqad edə bilməz, o batıl etiqad sayılacaq. Necə olur ki, insan vergi verə bilir, nəsə eləyə bilir, cəmaatdan dilənçilik edir. Övlad verir, ömrünün axırına kimi uşağı olmayıb. Nəsə eləyir, bir zərər vermək, xeyir vermək istəyir kiməsə, özü zərərin içindədir. Bütün bunlar hamısı açıq-aşkar nədir? Ziddiyyətlər. Necə ki, İbrahim Aleyhisselamın da vaxtında, İbrahim Aleyhisselamdan vaxtında insanlar bütlərə ibadət edirdi. Və İbrahim Aleyhisselam onları nəsiyyət edirdi, başa salırdı. Və bir gün onlar toy mərasimə gedəndə, başqa yerə gedəndə, İbrahim Aleyhisselam bütün bütləri qıldı, qılıncı qoydu böyük bütün başına. Və gəlilər görüb bütün bütlər yəni qırılıb. Kim eləyib? Bir kim eləyib bu böyüyü? Qılınc kimdə doğdu? Bunlar da belə baxdılar ki, biraz ayədə gəldiyi kimi, onlar biraz düşündülər. Düşündülər ki, bu necə qırılıb, ayağı yox. Və bu düşünmək istədikləri vaxtı, ağıllarını işlətməyi vaxtı şeytan gəldi, vəsvəsə elədi ki, onu kim eləyib? İbrahim eləyib. Dərhal düşünməkdən qaçdılar. Və bugünkü insanlar da bu cürdür. Və sən hər hansısa bir rafiziyə, bidət əhlinə, haqqı, tovhidi başa salsan, bu düşünmək istəyən vaxtı başqa bir dənə şeytan, rafizi çıxır oradan deyir ki, sən onun kimi ona şəkk eləyirsən, qutadı şəkk eləmək olmaz. Çox fikirləşik də hamısı qaldı bir qıraqda. Və həqiqdən də biz düşüncə sahibiyik. Bizim hər şey Quran və sünnədə açıq-aşkar yazır. Bizdə, yəni dində qaranlıq heç bir şey yoxdur ki, kimsə onu yəni dərk eləməsin. Və dəfələrlə qeyd edir ki, Lə ilahla kəlməsini işlədən insan heç mümkün deyil ki, o cür, yəni batıl etiqadları daşısın. Allah xas olan, qadir olan əməlləri başqasına nisbət eləsin. Və bu həqiqətən də birbaşa olaraq Lə ilallah kəlməsinin, yəni ziddidir ki, o da insanı dindən çıxaran, yəni amildir. Və ona görə rafizlərin bu cür batıl etiqadlarını oxuyan, bilən alimlər qeyd edirlər ki, onların hələ İslama girməkləri birinci lazımdır. Yəni, sanki onların daşlığı etiqadlar onu göstərir ki, İslam bir tərəfdədir, rafizlik bir tərəfdədir. Yəni, aralarında nə var? Yerlə göy qədər, yəni fərq var. Və düz orada onların bizə etiqadını araşdırmırıq, uydurma rivayətlərdən danışmırıq. Sadəcə biz qaydıq Lə ilallah kəlməsinə ki, Lə ilah ilallah kəlməsini olduğu kimi etiqad eləyən, olduğu kimi başa düşən insan mümkün deyil ki, o cür Lə ilallahə ziddiyyət edən, onu pozan, yəni əməlləri, yəni yerinə yetirsin. Və bu da Allah Subhanahu taala olan, yəni imanın əslini təşkil edir. Və üçüncü Allah Subhanahu taala imanın qismi isə məhz əsma və sifətləndir ki, yəni Allah Subhanahu taalanın gözəl ad və sifətləri var ki, onlar Quranda və sünnədə Peyğəmbər sallallahu onlar haqqında bizə bildirib və biz bunları olduğu kimi qəbul edirik, ona keyfiyyət necəlik də yəni vermirik, aydındır. Çünki o keyfiyyət vermək bizim ağlımızın hüdudunda yəni deyil. Biz onları dərk eləyən şuurumuz yoxdur. Əgər məsəl üçün bizə desəydilər ki, şirin gücü biz bilirik. Desəydilər qarışqanın gücü onu da bilirik. Desəydilər, məsəl üçün balığın gücü onu da bilirik. Yəni tanıdığımız, gördüyümüz və ya ki, onun bənzərini bildiyimiz nəyinsə biz gücünü bilə bilərik. Yəni biz ola bilər ki, məsəl üçün hər hansısa bir heyvanı görməyək. Ancaq onu mislin biz tanıyırıq, görmüşük. Və Allah Subhanahu taalanın ad və sifətlərin biz keyfiyyət verə bilmərik. Çünki biz əslən o hansı keyfiyyətə malik olduğunu bilmirik. Və o keyfiyyət ona vermək, onun haqqında düşünmək bizim etiqadımızı neynəyəcək? Etiqadımızı korlayacaq. Aydın, hansı ki, bir çox firqələr məhz bu əsma sifət babından, bölməsindən onlar yəni azınlığa yəni gedib çıxıblar. Və sonra Peyğəmbər sallallahu bildirir ki,
ən tumne billahi və mələikəti. Yəni Allahın, yəni mələklərinə iman gətirsən. Və mələklərə də iman əhl-i-sünnənin usul, yəni etiqad, yəni imanlarındandır ki, yəni hamı etiqad etməlidir, hər bir mömin etiqad eləməlidir ki, Allah Subhanahu taala mələkləri xəlq eləyib və mələklər nurdan yaranıb və mələklər cürbəcür formalara girə bilirlər və mələklərin hərəsinin özünün xas olduğu əməllər var. Elə mələklər var, yağış yağdıranda eləsi var, cihadda kömək eləyəndir, eləsi var, vəhy gətirir və eləsi var, insanlardan çiyinlərində yazı ilə pozu, yəni sağ çiyində yaxşıları, sol çiyində pislikləri yazır. Elə mələklər var, qəbirdə insanı sorğu-sual eləyir. Elə mələklər var, evləri hifz eləyirlər və elə mələklər var, şeytandan insanları qoyurlar və hər bir mələyin özünün xas, yəni əməli var ki, onunla onlar, yəni idarəçiləri onlara, yəni həvalə olunub və onların da şəhvətləri yoxdur, istəkləri yoxdur. Onlar Allah Subhanahu taala'nın əmr etdiklərinə heç bir tərəddüdsüz, yəni ixtiyarsız, yəni onlar əməli yerinə yetirirlər və onların şəhvətləri, istəkləri də yoxdur ki, onlar bunu eləməyim, onu eləyim, seçsinlər. Və sonra isə Peyğəmbər s.ə.v bildirir ki, onun elçilərinə, yəni rəsullarına iman gətirəsən. Və Allah Subhanahu taala'nın elçiləri həqiqətən də Allah Subhanahu taala bu hər bir ümmətə öz elçisini göndərib və onlara öz dinini, şəriətin təbliğ eləməyə, yəni kitab göndərib ki, onlar o şəriəti, dini təbliğ eləsinlər və buna misal çəkmək olar Musanın və İsa'nın və Davudun Zaburuna və eyni zamanda bir çox peyğəmbərlər də var ki, hansı ki onların adları yəni bizə bəlli deyil. Bizə bəlli olan təxminən 25-ə yaxın peyğəmbər adıdır ki, onların təxmini 17-18-i Quranda gəlib və qalanları Peyğəmbər s.ə.v-in yəni hədislərində gəlib və bir peyğəmbərə iman gətirməyib, yəni hamısına iman gətirib, birinə iman gətirməmək məhz insanı imandan çıxarır, yəni o müsəlman sayıla bilməz və bütün peyğəmbərlərə yəni iman gətirmək yəni vacibdir və hər bir peyğəmbərə Allah Subhanahu taala bir üstünlük verib. Necə ki İsa əleyhissalama şəfa verilmiş, o əlini xəstələrə sürtməklə, yəni Allahın izinlə şəfa verirdi və Musa əleyhissalama 9 möcüzə verilmişdi və Loğman əleyhissalama təvabət verilmişdi və bizim Peyğəmbər s.ə.v isə bütün bunların vəsiflərin hamısı cəm olmuşdur. Və Peyğəmbər s.ə.v həm Kəlimullah idi, həm Peyğəmbər s.ə.v əlini sürtməklə şəfayəti var idi, həm Peyğəmbər s.ə.v-in bir çox möcüzələri var idi ki, Musa əleyhissalama verilən yəni möcüzələr kimi və bu baxımdan da Məhəmməd Peyğəmbər s.ə.v o biri peyğəmbərlərdən yəni ən üstünü sayılır. Hansı ki, İsra Meyrac qıssasında da məhz Peyğəmbər s.ə.v o peyğəmbərlərə yəni imam dayanmışdı və elçilərə, peyğəmbərlərə inanmaq yəni əhl-i-sünnə etiqadının usul, yəni etiqadlarındandır. O kəslər ki, o peyğəmbərlərə iman gətirməyib, yəni bugünkü günümüzdə özünü peyğəmbər edən, yəni elan edən şəxslər ki var, hansı ki onlar usul etiqadlarına zidd çıxdığına görə onlar əslən yəni kafir sayılırlar. Onlar bu etiqadı qəbul etmədikcə, yəni bütün peyğəmbərləri qəbul etmədikcə və Peyğəmbər s.ə.v-in sonuncu peyğəmbər olduğunu qəbul etmədikcə onlar yəni müsəlman sayıla bilməzlər. Baxmayaraq ki, onların danışıqları məhz yəni Qurandandır. Və eyni zamanda imanın ərkanlarından biri də məhz axirət gününə yəni imandır. Axirət günü də Hüseymin Rəhmallah qeyd edir ki, ona görə axirət sayılır, çünki o gün etibarilə bizim gündən deyil. Yəni bizim gündə əgər 24 saat ərzdən gecə düşüb, qaranlıq olub, səhər asılırsa, yəni axirət günün hal əhvalı, yəni durumu, yəni bu iki gün deyil. Və eyni zamanda gün etibarilə də o axır gündür. Yəni bu günlərin yəni axırı günü sayılır. Və eyni zamanda imanın 6-cı rukundan da biri məhz qədərin xeyrinə və şərinə iman gətirməkdir və biz qədər mövzusunda yəni dəfələrlə yəni dəhsə də geniş yəni danışmışıq, bildirmişik və qədər həqiqətən də ən mühüm yəni etiqad məsələlərində dinin usul etiqad məsələlərindəndir ki və İslamda yeni çıxan firqələrdən, yəni ilk çıxan firqələrdən biri də məhz qədəriyyələrin firqələri idi ki, onlar hətta sahabələrin dövründə belə peyda olmuşlar və
və onlar qədəri inkar edən firqələr idi ki, onlar əslən qədəri, yəni inkar, yəni edirdilər. Və sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləm deməli, imanın ərkanlarını Cəbrail əleyhissalama bildirəndən sonra və Cəbrail əleyhissalam ondan ehsan haqqında soruşdu. Və ehsan da gördüyümüz, yəni keçdiyimiz, bildiyimiz bu əməllərin ən zirvəsində dayanan bir qismdir. Və bu qismlərə baxanda İslam ən geniş çərçivədir. Ondan sonra dar çərçivə iman çərçivəsidir. Və imandan da sonra ən yüksək çərçivə və daha dar çərçivəyə malik olan, yəni ehsan, yəni çərçivəsidir ki, məhz ehsan çərçivəsinin özü, yəni iki qismə bölünür. Hədisə gəldiyi kimi, ən tə'budallah kəənnəkə tarahu, fən ləm tarahu fə innəhu yaraq. Və Peyğəmbər sən bildirir ki, ehsan odur ki, sən Allah elə ibadət edəsən ki, sanki sən onu görürsən kimi. Yəni, insan ibadətini o cür gözəlliyi ilə, o cür ixlasla, xuşu ilə yerinə yetirməlidir ki, yəni hər birini, o təkcə namazda deyil, o təkcə zəkatda deyil, o təkcə orucda deyil, təkcə həcdə deyil, hər bir bütün əməllərini, hətta insan düz yolun ortası ilə gedəndə, nəsə eləmək istəyəndə, insan dərk eləsin ki, onu kim görür? Rəbbi görür. Və sələflərdən də bu cür gözəl ibadət edib, yəni ehsan çərçivəsinə çatan insanlar çox olub. Və onlar sanki ibadətdə öz Rəblərini görürlərmiş kimi, yəni ibadət edirdilər. Və bu da, əgər insan Allah Subhanahu taalanın itaətlərin yerinə yetirib, asillərindən çəkinirsə, bir dənə də əməl olsun, onlar kənar etmirlər. Hər bir əməli yerinə yetirib, hər bir xırda qadağanlardan çəkinirlərsə, sanki ehsan mərtəbəsinə yüksələn şəxslər o şəxslərdir. Əgər insan hər hansısa bir itaəti yerinə yetirib, hər hansısa bir xırda asiliklərdən, günahlardan çəkinmirsə, o ibadətin tam haqqını vermiş sayılmır. Çünki ibadət deyiləndə əməllər iki qismə bölünür. Biri əmr olunanlar, hansı ki onu eləməlisən, ikincisi qadağan olunanlar, hansı ki onu tərk eləməlisən. Və bir qismini insan yerinə yetirib, ikinci qismini tərk eləmirsə, yəni insan 5 ərkanı yerinə yetirib və eyni zamanda asilikləri də yerinə yetirirsə, o insana deyilə bilməz, o insan muhsin dərəcəsindədir, ehsan dərəcəsində, hətta bütün var dövlətini Allah yoluna sədəqə versə də belə. Çünki nəyə görə? Onun ikinci qism əməlləri nədir? Naqis, o da tərkin olan əməllərdir. Bir var itaətlə olan, əməllə olan əməllərdir ki, o insanda var. Əgər ikinci qism tərk olması asilər bunda yoxdursa, o insana demək olmaz ki, o muhsin dərəcəsindən yüksəlib. Çünki o ikinci qismdə nədir? Hələ naqisdir. Ancaq insan bütün itaətləri yerinə yetirib və bütün asillərdən bacardığı qədər çəkinirsə və yolla gedən zaman, evdə olan zaman, cəmaatın içində olan zaman, məsciddə olan zaman, təklikdə olan zaman, qaranlıqda olan zaman, hər bir yerdə başına gələn hadisələrdə və başına gələn sevincilərdə və kədərlərdə əgər o Rəbbinə hiss edib, Rəbbini dərk edib, Rəbbini düşünüb, Rəbbini xatırlayıb, Rəbbinin ixlasını fikirləşib və Rəbbinin qəzəbindən qorxub çəkinirsə, məhz son nəticədə də ehsan səviyyəsinə dərəcə çatanlar da məhz o insanlardır. Və ehsan dərəcəsi dərəcə etibarilə həqiqətən də iman və İslamdan daha üstündür. Və hər bir mühsin, mümin və müsəlmandır. Ancaq hər bir mümin isə, yəni müsəlmansa, ancaq hər bir müsəlman mütləqən olaraq mümin və mühsin sayılmır. Aydındır. Çünki o ilk mərhələdir və o mümin və mühsin sifəti isə sonradan insan itaət etdikcə, asiliyədən çəkindikcə o mərhələni özündə başlayır, yəni cəmləşdirməyə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ehsan dərəcəsinin iki qismini xatırladı. Hansı ki, biri o birisindən üstündür. Və üstün olan qism də odur ki, sən Allah ibadət et, elə bil ki, sən onu görürsən ki, bu ən yüksək dərəcəsidir, ehsanın ən yüksək dərəcəsidir. Və ikinci dərəcəsi isə, əgər sən qismən asillərə yol verirsənsə və yaxud da ki, o asillərdən çəkinib itaəti yerinə yetirirsənsə və sən özündə o hissiyatı keçirə bilmirsənsə, o imanı toplaya bilmirsənsə, o xuşunu qazana bilmirsən ki, sən Allahı görürsən, onda unutma ki, kim səni görür? Rəbbin səni görür. Və bunu təhcə mühsinlər deyil, bunu hər bir şəxs, hər bir
müsəlman bunu dərk eləməlidir. Hər bir müsəlman bilməlidir ki, getdiyi yoldan, qaldığı evdən, oturduğu məclisdən asılı olmayaraq onun görəni var. O, nəzarətdən kənar deyil. Və Allah Subhanahu taala hər bir şəxsə də özünün mələklərini göndərib. Onun dediklərin, elədiklərin, yəni yazan mələklər ki, və qiyamət günü də o insanın əməlləri özünə ərz olunanda, o insan mən bunu demədim, mən bunu etmədim deyə bacarmasın. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ehsan haqqında bildirəndən sonra və Cəbrail əleyhissalam ondan qiyamət saati haqqında soruşdu və bildirdi ki, qiyamət saati nə vaxtdır? Və Peyğəmbər sallallahu bildirdi ki, bu haqda soruşandan da o qədər, yəni çox bilmir. Yəni qiyamət saatının hansı saatda qopacağını kim bilir? Yalnız və yalnız Allah Subhanahu va Taala. Düzdür, bir çox rivayətlərdə qiyamət gününün cümə günü qopacağı rivayəti gəlib. Ancaq bu, hansı cümənin, hansı ilin, hansı ayın, hansı günün, hansı saatında olacağı isə bəlli deyil. Həmən günün özəlliyi ilə o haqda bilik kimə malikdir? Allah Subhanahu wa Taala. Yəni, qiyamətin nə vaxtda qopacağını, hansı saatda qopacağını bilən məhz Allah Subhanahu wa Taaladır. Ancaq Allah Subhanahu wa Taala həmən saatın əlamətlərin, onların böyük və kiçik əlamətlərin Peyğəmbərlər vasitəsilə ümmətlərini inəyib, bildirib. Və bir gün Peyğəmbər s.ə.v sahiblərin biri gəlir və soruşur ki, ya Rasulullah, qiyamət saati nə vaxtdır? Və Peyğəmbər s.ə.v ona baxır və demir ki, neyvə lazım, heç onu mən bilmirəm, get başqa şeylə məşğul ol. Və Peyğəmbər s.ə.v ondan daha mühüm əməli ona qaytardı. Və dedi ki, sən ona nə hazırlamısan? Yəni, mən tutam ki, sənə desəm ki, qiyamət günü sabahdır, sən nə hazırlamısan ona? Əgər sabah qiyamət qopsa, sən nə hazırlamısan ona? Bunu sən fikirləşməlisən. Ancaq qopacağını fikirləşmə. Çünki qopacağını Allah Osmanlı istədiyi vaxtda neynəcək? Qiyamət saati qopacaq. Və Peyğəmbər bildi ki, sən onu nə hazırlamısan? Dedi, ya Rasulallah, dedi, mən elə də çox namazım, elə çox orucum yoxdur. Yalnız mən Allah və Rasulunu sevirəm. Və Peyğəmbər bildirdi ki, sən səni sevənlərləsən. Və hədis onu göstərir ki, insan hətta bir şeyin vaxtını bilməsələ belə ona ilk öncə hazırlaşmağı başlamalıdır. O da ibadətlərin sayəsində olur, itaətlə olur. Hansı ki, çox ibadət edib, çox zikr eləyən, çox Allah Subhanahu itaət eləyən insan, məhz nicata çatan insanlar da həmən insanlardır. Və Peyğəmbər bildirir ki, onun saati Allah Subhanahu məxsusdur. Ancaq deyir, istəsən mən sənə onun saati, yəni əlamətləri haqqında, yəni həmən saatin əlamətləri haqqında xəbər verim. Və Peyğəmbər bildirir ki, İdə vələdətil əmətu rabbədəhə, deyir, əgər deyir, qadın öz ağasını, yəni qul qadın öz ağasını doğan vaxtı, əgər doğarsa. Yəni bu sözün şərhində alimlər, şərhçilər bir çox rəylər söylədilər. Və bəziləri qeyd elədilər ki, bu İslamın artıq fəthlərindən xəbər verir ki, fəthlər çoxalacaq və insanlar, müsəlmanlar müşriklərdən cariyələr gətirəcəklər və cariyələr quldurlar və insan onu ilə, müsəlman, əgər o cariyə ona məxsus o ilə yaxınlıq edə bilər, heç bir kəbinsası yaxınlıq edə bilər və əgər ondan övlad olursa, o övlad anasına tabidir. Övlad kimə tabidir? Atasına. Nəticədə nə olur? Övlad öz anasının ağası kimi olur. Bunu bu cür şərh eləyənlər oldu və çox şərhçilər bunu bu cür qeyd edirlər. Və bəzilər dedi ki, xeyr, burada mənası odur ki, yəni fəthlər çoxalacaq və ərəblər dünyaya İslamı yayacaqlar və əcəmləri cariyə götürəcəklər və əcəmlərdən kimlər doğulacaq? Ərəblər doğulacaq. Və nəticədə isə ərəblər əcəmlərin üçün olacaq? Böyük olacaq. Bunu da bir çox şərhçilər qeyd elədilər. Və bəzilər qeyd elədilər ki, cariyələr, sultanlar, ağalar doğacaqlar. Yəni, bu da Abbasilərin dövründən əvvəl olan dövr idi ki, yəni, şərhçilər ona qeyd edir, ona aid edirlər ki, yəni, insanlar, yəni, müsəlmanlar kafir dövlətlərini fəth eləyəndə orada cəlb edilir cariyələr, onların doğduqları uşaqlar gələcəkdə kimlər olacaqlar? Sultanlar, hakimlər. Aydındır, yəni bu ağa bu mənadadır. Bəziləri bunu bu cür qeyd edirlər. Və bəzilərin rəyinə görə isə deyir, qadın cariyə olanda, yəni insan ki, məxsus olduğu şəxsdən, kişidən övladı dünyaya gələcək. Və sonra isə o qadın
çıxıb insan onu, yiyəsi onu azad eləyəcək və bu qadın çıxıb başqa yerə gedəcək. Və onun övladı böyüyüb uşaq olacaq və onu qul kimi hansısa bazardan alacaq və ya da ki, hər hansısa bir yerdə onu xidmətçi kimi cəlb eləyəcək və başlayacaq onun üçün eləməyə, ağalıq eləməyə. Yəni, öz anası olduğunu bilmədiyi halda onu o işə göndərəcək, bu qışqıracaq, döyəcək, neynəyəcək? Çünki bu onun artıq mülki sayılır. Yəni, xəbəri yoxdur ki, bu onun anasıdır. Və bunu da bu cür qeyd edənlər oldu. Və bəziləri qeyd elədilər ki, bu məsələlər hansılar ki, şərhçilərə qeyd elədiyi məsələlər, İbn Həcər Rəhməllah deyir ki, bunlar hamısı demək olar ki, elə də qeybi şeydən xəbər vermir. Çünki bunlar artıq İslamın ilk əvvəllərində sahabələrin vaxtında bunlar var idi. Yəni, fəthlər var idi, cariyələr cəlb eləmişlər, onlar dünyaya uşaq gətirmişlər və s. Deyir, bunlar daha mühüm məsələni özündə əks elətdir. Bu da valideyn üzrə ağ olmalıdır. Yəni, insan onu boya başa çatdırdığı atasının anasına kənar bir şəxs kimi rəftar edəcək. Elə bil ki, valideyn onun böyüyü deyil, o valideynin böyüyüdür. Yəni, buna da hüququl valideyn deyirlər ki, valideyn üzrə ağ olmaq. Yəni, valideyn üstündən qışqıracaq, valideynə əl qaldıracaq, valideynə itaətsiz eləyəcək və İbn Həcər Rəhməllah məhz bu rəyi üstün sayıb. Deyir ki, bu daha üstündür ki, burada qadının öz ağasının doğması məhz buna daha uyğun gəlir. Çünki qeyd olunan vəsiflər hamısı ola da bilər və olub da. Ancaq burada isə deyir ki, qiyamətə yaxın vaxtlarda artıq o qədər insanlarda asilər yaranacaq ki, hətta öz valideynlərinin üzərinə ağ olacaqlar. Yəni, valideynləri ilə onu tərbiyə edən şəxslərlə sanki özlərinin aşağıdakı bir insan kimi baxacaqlar. Elə bil ki, övlad valideyn anasıdır və yaxud atasıdır. Bu da həqiqətən də bugünkü günümüzdə bir çox ibadət edən şəxslərdə olan naqisilərdən də biri budur ki, onlar valideynləri ilə düzgün davranmırlar. Və çox zaman valideynlər övladlarının bu cür əməllərindən şikayət edirlər ki, bu necə İslamdır, bu Allah'a ibadət edir, nə bilim, saqqal salır, namaz qılır, oruçdur, bu mənim üstümə qışqırır, mənə əl qaldırır. Bu həqiqətən də müsəlmanın əxlaqlarından deyil. Müsəlman bu cür əxlaqlarla sifətlənməli deyil. Müsəlman daimən öz valideynə hörmət eləməlidir. Hətta valideyni müşrik olsa da belə. Bir gün Peyğəmbər s.ə.v zövcələrindən biri, anası müşrik idi. İslamın fəthindən qabaq gəlib öz qızını ziyarət eləyəndə, o evə girəndə istədi geçsin, yataqda otursun, dedi orada oturma, sən müşriksən, nəcissən, o Peyğəmbərin yeridir. Və Peyğəmbər s.ə.v bunu eşitdi və dedi ki, səni nə vadar edir ki, ananla bu cür danışasan. Yəni, hətta sənin anan müşrik, kafir olsa da belə, o sənin valideynlərin və ana ata haqqını boynundan atmır. Onlar sənin valideynlərindir. Və sən bacardığın qədər onlarla mülayimçiliklə davran, onlarla rifqlə davran, mülayimçilik elə, onlara xoş sözü. Deyir ki, Allah sonra Quran-Kərimdə bildirir kimi, deyir, vələ təqulləhmü uffin, onlara uff belə demə. Əgər uff sözü də nə deməkdir? Yəni, valideyn sən deyir ki, oğlum, get filan şey gətir. Sən işi eləməyə gedirsən və uff şikayət edirsən, uff eləyirsən. Yəni, ancaq edirsən əməli. Və Allah Subhanahu Quran-Kərimdə bildirir ki, valideynə uff sözünü demə. Əgər uff sözü ən qısa söz kimi onu demək olmazsa, yəni o qadağandır demək, və əgər valideyn üstündən qışqırmaq olar o halda və ya da ona əl qaldırmaq olar, yox. Və onlar səni balacalığında, sənin körpə halında səni tərbiyə ilə böyütdükləri kimi, sən də onların yaşlı vaxtlarında onlara o cür əziyyətini çəkməlisən. Biz çox vaxtı valideynimizin elədiklərini görürük, yəni onlara qarşı nəsə eləyiriksə, o bizim üçün qəbahət gəlir. Yəni, çox valideynlər görürsən ki, hansı ki, yaşları çox olandan sonra görürsən valideyndir, yəni yatanda yerini batıra bilər və ya da ki, yemək yiyəndə üstünə dağıdır. Yəni, bir çox ahı adamlara, yəni yaşlı adamlara xas olan əməllər edirlər. Yəni, ola bilər, yəni özünü saxlaya bilmir, yaşlı adamdır. Yəni, onu başa düşməyə lazımdır. Xüsusən o sənin valideyndir. Və sən onu o cür halını, onu təhqir etmək, bu övladın haqqı da haqqı deyil. Əlbəttə ki, haqqı deyil. Və gəl sən körpə olan vaxtı, valideyn sən o cür əziyyəti çəkib, çəkməyib. Valideyn sən körpə olan vaxtı ən son tikəsin sənin ağzına qoyub, ən isti yerdə səni yatızdırıb, ən gözəl şeyi sənə giyindirib ki, qoy mənim övladım yaxşı yesin, yaxşı böyüsün, soyuq olmasın, istinin içində qalsın. Və valideyn sənə
sənin körpə yaşlarında səni o cür əziyyətlə çəkib, o cür böyütdüyü halda sənə navadar eləyir ki, sənin valideynlərin yaşlı olan vaxt sən onlarla o cür pis davranasan, xüsusən də sən ibadət əhlisənsə. Sənin Quran və sünnən sənə valideynləri və yaxşılıqdan başqa heç bir şeyi əmr eləmir. Allah son Quran-Kərimdə buyurur ki, valideynlərin sənə Allah'a şərik qoşmağa əmr edərlərsə onlara itaat etmə. Ancaq dünya işlərinə neynə? Onlara itaat et. Bəli, valideyni sən Allahın asinə itaat etməyə bilərsən. Desə namaz qılma, qulaq asma, desə saqqal salma, qulaq asma, bunu eləyə bilərsən. Ancaq dünya işlərində sən valideynlərə itaat etməlisən. Bu sənin İslamiyyətdə olan borcundur, Allahın qabağında olan borcundur sənin. Və bu haqları unutmaq lazım deyir ki, məhz bu səbəbləri gətirib İbn Həcər Rəhməllah, yəni bu qadının öz ağasının doğmasını məhz valideynlərin üzərine ağ olmasını daha üstün, yəni rəy kimi qəbul edib. Və sonra isə ikinci isə xəbər verib ki, buyurur ki, وَإِذَا تَتَاوَلَ رُعَاتُ الْإِبْلِ الْبُهْمِ فِي الْبُنْيَانِ فِي خَمْسٍ لَا يَعْمِ إِلَّا اللّٰهِ Və buyurur ki, və ikinci də odur ki, yəni əyaqların, qoyun, dəvə otaranlar, yəni uca binalar tikməklə denəyəcəklər, bir-birlərinə yarışacaqlar. Yəni uca binalar da onlarda əslində yaşayış məqsədi ilə deyil, bir-birinə qarşı fəxirdir, təkəbbürlüdür. Yəni mənimki bu qədərdir, səndə bu qədərdir, onda bu qədərdir. Əgər ehtiyac olarsa, bəli, onu eləmək olar. Ancaq ehtiyac yoxdursa və sən hər hansısa bir şəxsin qabağında təkəbbürlü və yaxud da ona fəxr eləmək baxımından o cür əməllər, o cür hündür binalara tikib orada özvə yaşamaq üstün görürsənsə, məhz qadağan olan, yəni bunlar. Ancaq ehtiyac varsa o ehtiyacı, yəni ödəmək, yəni olar. Və sonra isə Peyğəmbər sən bildirir ki, və ayəni gətirir ki, İnna Allah indahu ilmus-sə'a bildirir ki, Allah Subhanahu Taala'nın qiyamətin saatına vaxtsa o elm yalnız və yalnız yəni Allah Subhanahu Taala'dır. Yəni yenə təsdiq eləyir ki, yəni bunun hansı saatda olacağını bilən Allah Subhanahu Taala'dır. Sonra bu insan, yəni Cəbrail əleyhissalam bu sorğu-sualı edəndən sonra çöndü və getdi. Və Peyğəmbər sən bildirdi ki, onu qaytarın. Və çöndülər ki, gedib onu qaytarsınlar, onu artıq yəni görmədilər. Və sonra isə Peyğəmbər buyurur ki, Hədə Cibrilu cəə yüəllimu nəsə dinəhum. Və bildirir ki, bu Cəbraildir, o gəlmiş ki, sizə dininizi öyrətsin. Və İbn Həcər Rəhməllah bir çox şəxslərdən gətirir ki, və bu qissaya qədər deyir, Peyğəmbər sən bilmirdi ki, o, yəni Cəbrail idi. Və Cəbrail çönüb gedəndən sonra ona vəh gəldi ki, bu kim idi? Bu Cəbraildir. Və onun gəlib dindən o cür yəni sual verməsini əsas hədəfi nə idi? Ki, Peyğəmbər İslamiyyəti neynəsin? İnsanlara yəni başa salsın. Sanki Cəbrailin o sualı təlim yəni baxımından idi. Çünki bu İmam Müslim Rəhməllah bu hədisi gətirməmişən qabaq qeyd edir ki, yəni bir gün Peyğəmbər s.ə.v sahabilərin içindədir və dedi, məndən soruşun. Və sahabilər hamısı istəyir ki, nəsə soruşsunlar və Cəbrail əsələm gəldi, başladı yəni bu sualları verməyə. Və bu hədis onu göstərir ki, insan din öyrətmək baxımından, yəni bildiyini bilmədiyi insanları öyrətməyə baxımından insan sual verə bilər. Hətta bildiyi şey sual verə bilər ki, o bir daha deyilsin ki, bilməyənlər də yəni eşitsin. Və qeyd etdiyimiz kimi hədis, yəni əzəmətli hədisdir. Bu hədisin şərhində alimlər yəni mühüm rol oynayıblar. Xüsusən də İbn Teymiyyə Rəhməllah bunu təxminən bir cildə yaxın kitabda yəni şərh eləyib. Və eyni zamanda Hüseymin Rəhməllahın ayrıca buna şərhi var. Və sələf ümumiyyətlə bu hədisə xüsusi önəm veriblər və qeyd etdiyimiz kimi bunu sünnənin anası da adlandırıblar. Və bu hədis eyni zamanda İslamın bütün üç qismini, dinin üç qismini özündə yəni əks elətdirir. Və inşallah bununla kifayət eləyər və düzünü Allah bilir. Və salli Muhammedin və aləli Muhammed.